Salam əziz izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bugün sizinlə çox dadlı və fərqli bir resepti paylaşacağım. Kiselli piroqun hazırlanması çox asandır və nəticəsi möhtəşəm olur. Gəlin birlikdə başlayaq. 3 ədəd yumurtanı sındırıb qaba yerləşdirdim. Üzərinə çay qaşığının uc hissəsində biraz duz əlavə edib mikserin köməyi ilə qarışdırmağa başladım. Qarışım tam ağarıb köpüklənənə qədər mən qarışdırdım. Sonda bir ədəd kiseli, yəni o zövqə görədir. Mən moruqlu kiseldən istifadə etdim. Stəkan vasitəsilə un halına salıb onu da həmən qarışımın üzərinə tökdüm. 5 dəqiqədə kisellə yumurtanı yenə qarışdırdım. Tam qarışandan sonra 200 qram ərinmiş kərəyağ əlavə etdim. O sizin zövqünüzə asılıdır. Duru yağı da istifadə edə bilərsiniz. Mən kərəyağını istifadə etdim. 1 stəkan un, 1 ədəd qabartma tozu, 1 ədəd də vanil atıb tam qarışdırdım. Soba qabını hər tərəfini yağlayıb həmən qarışımı onun içərisinə tökdüm. Biraz da qalsa o bərkiyir. Onun üçün tez əlavə etmək lazımdır. Öncədən 180 dərəcə isidilmiş sobaya yerləşdirdim. 20-25 dəqiqə müddətində sobada bişdi. Çox gözəl ətri var idi. İnanın mətbəxi bürümüşdü. Sonda üzərinə şəkər kirşəni əlavə edib çay süfrəsinə təqdim etdim. Göz haqqınızı halal edin. Allaha əmanət olun. Allah hər kəsin ruzisini bol bərəkətli etsin. Hər birinizə öz təşəkkürümü bildirirəm.